Hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademi Coğrafiya üzrə təlimçiyəm. Bu günlər sizlər üçün DİM sınaq toplusundan, 20 sınaq toplusundan 15-ci sınağın izahına diqqət etmiş olacağıq. Birinci sualımıza diqqət etmiş olaq. German dil qrupu, Roman dil qrupu və İran dil qrupuna aid olan bir sualdır. German dil qrupuna aid olacaq. Burada təbii ki Almaniya ilə İsveç, Almanlar, İsveçlər daxil olmuş olacaq. 2 və 6. Roman dil qrupuna aid olmuş olacaq Fransa və Argentina, təbii ki 4 və 1. Deməli, 1-ə aid olacaq 2 ilə 6, 2-yə 1 ilə 4. İran dil qrupuna isə burada 3 və 5 daxil olmuş olacaq. Doğru variantımız B variantı olmuş olacaq. Euler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. Baxıram ki, birinci şəklimizdə əsasən şimal yarımkürəsi daha çox işıq alır, istiliyi alır. Baxın, ikinci şəklimizdə isə cənub yarımkürəsi daha çox işıq və istiliyi alır. İndi baxaq, deyir, yerin günəş ətrafında hərəkətinin coğrafi nəticəsidir. Hər ikisi yerin günəş ətrafında hərəkətinin coğrafi nəticəsidir. Şimal yarımkürəsi daha çox istiliyi alır birincidə. Cənub qütb dairəsində günəş şüalarının düşmə bucağı 47 dərəcədir. Cənub qütb dairəsi 66.5 dərəcə cənub enliyidir. Buna 47 dərəcə bucağı altına düşməsi 23.5 dərəcə cənub enliyində günəş zenitdə olduqda baş verir. Yəni ikinciyə aiddir. 23.5 dərəcə cənub enliyində yerləşən coğrafi obyektlərin günorta vaxtı kölgəsi olmur. Yəni günəş burada zenitdədir. Bu da ikinci şəklə aid olmuş olacaq. Yerin xəyali ox orbitin hissəsinə 66.5 dərəcə meyilli olmasının nəticəsidir. Bu hər ikisinə aiddir deyə yazacağam 3-ə. Növbətisində isə Bakı şəhərinə günəş şüalarının düşmə bucağı 73.5 dərəcədir. Bu da 22 iyun tarixinə aid olmuş olacaq. 1-ə 2, 6, 2-yə 3, 4, 3-ə isə 1, 5 olmuş olacaq. Konus proyeksiyasında ən az təhrifin olduğu və qütb ulduzunun görünmədiyi enlikləri müəyyən edin. Qütb ulduzu bilirsiniz ki, cənub yarımkürəsində görünməyəcək. Ona görə mən cənub yarımkürəsində yerləşən bir məntəqəni götürməliyəm və ən az təhrifin də müşahidə olunduğu 47-62 enliklər arası olmalıdır. Burada A variantı yanlışdır ona görə 47-62 enliklər arası deyil, amma B variantı nisbətən doğru gəlir. 55-60 dərəcə. C variantında 65-60 bu şimal yarımkürəsidir. Çünki şimala doğru dərəcə artmış olacaq. D variantında 80-85 bu artıq konus proyeksiyasına düşmür. Y variantında isə şimal yarımkürəsində olmaz. Xüsusiyyətlərin aid olduğu iqtisadi rayonu müəyyən edin. 2 xarici ölkə və 1 iqtisadi rayonla həmsərhəddir. Daha sonra, məsələn, Şərqi Zəngəzur 2 xarici ölkənin həmsərhəddir, amma 1 iqtisadi rayonun həmsərhəd deyil deyə A variantını çıxacağam. Daha sonra burada dağ mədən sənayesi inkişaf edir və qara metallurgiya üçün qeyri-filiz xammalı mövcuddur. Təbii ki, bu olacaq Gəncə yox, Qazax Tovuz iqtisadi rayon, Gəncə Daşkəsən yox. Zeolit, perlit və gips yataqlarının yerləşdiyi inzibati rayonları müvafiq olaraq düzməyimiz istəyir bizim. Zeolit yatağı olacaq Tovuz rayonunda, perlit yatağı olacaq Kəlbəcərdə, gips yatağı da olacaq Goranboyda. 1, 3, 4 doğru olmuş olacaq. Daha sonra növbəti sualımıza diqqət edirik. Kürün sağ sahili, sol sahili və hər iki sahilində yerləşən inzibati rayonlardır təbii ki. Baxıram ki, burada Bərdə rayonu Kürün sağ sahilində yerləşmiş olacaq. Ağdaş rayonu Kürün sol sahilində yerləşmiş olacaq. Sonra Yevlax rayonu Kürün hər iki sahilindədir. Kürdəmir rayonu sol sahilindədir. Daha sonra Goranboy rayonu isə Kürün sağ sahilində yerləşmiş olacaq, amma Sabirabad hər iki sahilində yerləşmiş olacaq. Xəritə sxemasına uyğunluğu müəyyən edin. 2, 3, 5 sönmüş vulkanlara rast gəlinir. 3-ə baxıram, sonra gəldim 2-yə baxdım, sonra da 5-ə baxdım. Bu təbii ki, yanlış fikirdir birinci. 1, 4, 5 Kaynazayın 4-cü dövr süxurlarına rast gəlinir. 1-ə baxdım, düzdür. 4-ə baxdım, düzdür. 5-ə baxdım, düzdür. 2 doğrudur. 7-ci sualda. Sonra 1, 3, 5 gətirmə konusu yayılıb. 3-də yanlışdır. Qanı-Xəyərçay düzənliyində, Şirvan düzündə və Gəncə-Qazax düzündə yayılar. 2, 4, 6 Kiçik Qafqaz tektonik zonasında yerləşir. Bəli, Talış dağları, vulkanik yaylar və Zəngəzur silsiləsi Kiçik Qafqaz tektonik qalxmasıdır. Daha sonra 1, 2, 6 Mezoerasının süxurlarına rast gəlinir. 1-ə baxdım, 2-yə baxdım və 6-ya baxdım. Məncə bu da yanlış fikirdir təbii ki.
3, 4, 6 maqmatik mənşəli faydalı qazıntılar yayılmışdır. 4-də yayılıb vulkanik yayladır. 3-də yayılıb Böyük Qafqazda və 6-da da yayılıb Zəngəzur silsiləsində. 2, 4, 6 bizim doğru cavabımız olacaq. Azərbaycanda beynəlxalq əhəmiyyətli boru kəmərlərinin keçmədiyi iqtisadi rayonları müəyyən edək. Boru kəmərlərinin əsasən keçmədiyi iqtisadi rayonlar yadınızda saxlayın. Beynəlxalq Mil Muğandır, Lənkəran Astara və Şəki Zaqatalandan beynəlxalq əhəmiyyətli keçməyəcək. Yəni bu əsasən Rusiyaya, Gürcüstana, Türkiyəyə gedən olmalıdır. Birinci diaqramımıza baxıram. Aralıq dənizi iqlim tipidir. İkinci diaqramımız isə subtropik mussonudur. Bu səhv eləmirəmsə 3-cü qrupun qəbul imtahanına düşmüşdür. Keçid iqlim qurşağında yerləşir. Hər ikisi keçid iqlim qurşağında yerləşmiş olacaq. Doğrudur. Biri subtropikin aralıq dənizidir, biri də musson tipidir. Yay fəsli isti rütubətli keçir. Aralıq dənizində qış fəslidir. Yanlışdır. Çaylarından yayda suvarmada istifadə olunur. Bu da yanlışdır. Bu mussonda istifadə olunmaz. Ən böyük əkinçilik regionudur. Bəli, doğru fikirdir. Bitki örtüyü də zəngindir. Doğrudur. Mövsümi küləklərin təsirində altında olan mussondur. Yanlışdır. 1, 4, 5 bizim doğru cavabımız. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox az olduğu ərazilər. Çox olduğu ərazilər isti ərazilər, az olduğu ərazilər soyuqdur. İsti olan ərazilər 2, 4, 5. Yəni 1-ə 2, 4, 5. 2 isə 1 çay olmuş olacaq. 11-ci sualda 6000 metr dərinliyə ixoloqdan göndərilən səs siqnalı neçə saniyəyə geri qayıdar? Baxın, 6000 metrdir. 6000-i mən böləcəm 1500-də. Çünki hər 1500 metrdə getmiş olacaq 1 saniyəsi. O da edəcək 4 saniyə. Baxın, deyir ki, 6000 metr dərinliyə göndəriblər, sonra isə o geri qayıdıb. Düzdür? Ona görə 4 saniyə getdi, 4 saniyədə geri qayıtdı. B variantı olacaq. Yer kürəsinin sxemdəki vəziyyəti müşahidə olunan zaman su sərfinin artdığı və azaldığı çaylarını müvafiq olaraq müəyyən edir. Baxın, bu şimal yarımkürəsi daha çox işıq və istilik alıb, cənub yarımkürəsi qaranlıq olan ərazi. Deməli 23,5 dərəcə şimal enliyində günəş zenitdədir. Yəni şimal yarımkürəsində yay fəslidir. İndi yayda bol su olan çayları müəyyən edin şimal yarımkürəsində. Təbii ki, Xuanxe çayıdır, Amudərya çayıdır və Mekong çayıdır. Burada su sərfi artacaq. Azalan ərazilər isə cənub yarımkürəsində Zambezi çayıdır, Taxo şimal yarımkürəsində Aralıq dənizi iqlim tipidir. Bu da Parana olmuş olacaq. Fəal temperatur cəminin çox, lakin əkinçiliyin zəif inkişaf etdiyi ölkələri müəyyən edir. Yəni temperatur yüksəkdir, amma əkinçiliyi yoxdur. Bu da Əlcəzairdir, Liviyadır, Səudiyyə Ərəbistanıdır. Çünki ərazisini səhralıq təşkil edəcək. Cədvələ əsasən yanlış sıranı müəyyən edin. Çöl meşə çöl təbii zonası yayılıb deyir Orta Sibir yaylasında torpaq tipi qara torpaqlardır. Bu yanlış fikirdir təbii ki. Orada çöl yayılmayıb. Pampa Braziliya yaylasında yayılıb. Qırmızı qonur torpaqlar, qırmızı qara torpaqlar. Pampa Braziliyada deyil. Bu da yanlışdır. Codyarpaqlı meşə və kolluqlar Apennin dağları qəhvəyi. Bu doğru fikirdir. Götürməyəsiniz. Enliyarpaqlı meşələr böyük suarıcı dağlar qırmızı qonur. Yanlış fikirdir təbii ki. Səhra yarımsəhra Qərbi Avstraliya yaylası boz torpaqlar. Bu doğrudur. Savana Dekan yaylası qırmızı qonur. Doğrudur. 1-2-4 bizim doğru olmayan cavabımız olacaq. Sxemdə verilmiş landşaft ardıcıllığına uyğun gələn istiqaməti müəyyən edin. Baxıram ki, yarımsəhradan başlayıb ta Nivala qədər təbii ki 3 olmuş olacaq. Çünki Böyük Qafqaz dağlarında müşahidə olunmuş olur. Sonra əlamətlərə uyğun gələn faydalı qazıntıları müəyyən edin. Baxırıq ki, maqmatik mənşəlidir. Eti dövrünə qədər inkişaf etmiş ölkələrdə emal getsə də, hazırda emalı inkişaf etməkdə olan ölkələrdə aparılır. Qara metallurgiya xammalı üçün istifadə olunmuş olacaq. Təbii ki, bu dəmir filizi olmuş olacaq A variantı. 2 polimetaldır, 3 qızıldır, Y kömür yatağıdır, D isə neft yatağıdır. Kiçik Qafqazın şimal-şərq və cənub-şərq yamacları üçün ümumi xüsusiyyətləri müəyyən edin. Deyir, seismik cəhətdən aktiv ərazilərdir. Biz demişik ki, Kiçik Qafqaz dağlarının əsasən Gəncə ətrafı olan ərazilərin, yəni şimal-şərq ətrafı seismik cəhətdən daha aktivdir. Ona görə bir yanlışdır. Mineral bloklara rast gəlinir. Bu, təbii ki, yanlış fikir deyil. Çünki Kiçik Qafqazın demək olar ki, hər tərəfində mineral blokları mövcuddur. Ona görə 2 doğru fikirdir. Sönmüş vulkanlara rast gəlinir. Sönmüş vulkanlar əsasən vulkanik yayladadır. Yəni şimal-şərq cənub-şərqinə düşmür, yanlışdır. Qədim süxurlar yayılmışdır. Qədim süxurların yayılması onun şimal-şərq yamacındadır. Paleozoy yataqları. Qızıl yataqlarına rast gəlinir, bəli, hər iki tərəfində mövcuddur. Selyuskin burnu
Raskafın burnu, Roka burnu, St. Charles burnu. Bunlara baxaq. Bir də Teleskun burnu olacaq Taymır yarımadasında. 2 də Raskafın burnu olacaq Somali yarımadasında. Roka burnu olacaq Priney yarımadasında. St. Charles isə Labrador. 1C, 2B, 3D, 4A olmuş olacaq. A variant. Yarımadada yerləşir. İdarəetmə forması respublikadır. Eyni materikdə yerləşir. Okeanlara çıxışı yoxdur. İndi görək bu hansıdır sizcə? Baxıram Serbiya, bəli, yarımadadır. Kiçik Asiya, daha doğrusu Balkan, Laos, Cənub-Şərqi Asiyada Hindçin yarımadası, Şimali Makedoniya yarımadadır. Elə o variantı doğrudur. Balkan yarımadası. Sakit Okean sahilində inkişaf etmiş ölkələrə məxsus olan xüsusiyyətlər, limanların yerləşdiyi müəyyən eləyin. Burada Şanxay, Çin də olmaz. Tokyo, Şanxay, Çin olmaz. Çünki inkişaf etmiş ölkə deyil. Los Angeles, Vladivostok Rusiyada da olmaz. Marsel, Kobe. Marsel ümumiyyətlə Sakit Okean sahilində deyil, Fransadadır. Vancouver olar, San Francisco olar, ABŞ-da, Newcastle-da olmuş olacaq. Doğru deyirəm. Atlantik, Hind, Xəzər dənizi. Qızılırmaq. Qızılırmaq çayı aiddir təbii ki hara? Qızılırmaq çayı Atlantik okeanına aid olmuş olacaq. Dəzlə çayı aid olacaq Hind okeanına. Ural çayı aid olmuş olacaq Xəzər dənizinə. Fərəd çayı Hind okeanıdır. Kür çayı isə Xəzər dənizinə aid olmuş olacaq. 1A, 2B-D, 3C olmuş olacaq. 22-ci sual. Xəritə sxemində verilmiş ölkələrə uyğun gələn xüsusiyyətləri müəyyən edin. 3 deyəsən Türkiyəni göstərir. 4 Hindistanı, 6 Panama, 1 Braziliya, 2 Gabon, sonra burada ölkələrin tam yerlərini görə bilmirəm deyə sual saxlayaq. 1 ilə 4 deyir federativ quruluşa malikdir, oxşar xüsusiyyətlərdir. Bu doğrudur, oxşar. Fərqli isə daş kömür ixal eləyir. Bəli, Braziliya ixal eləyir. 2-6 deyir neft ixrac edən ölkələrdir. 6-nı görə bilmədiyim, yox 6-nı görürəm, neft ixrac eləyir. Bu təbii ki yanlış fikirdir. Neft ixrac etmir oxşar xüsusiyyət olaraq. 3-6 ərazidən gəmçilik kanalı keçir. 6-dan keçir, 3-dən də keçir. Burada Hörmüz boğazından. Daha doğrusu Cəbəl Tariqdən. Ərazisi 2 qitədə yerləşir. Panamanın yerləşir, amma 3-ün yerləşməz. Bu doğru olar. 2-5 OPEC-ə üzvdürlər. 2 və 5. 5-i görmürəm. Əslində 5 gördüm. Venezueladır. Doğrudur. Əlvan metallurgiya üçün xam mal bazası var. Fərqli fikirdir, bəli. 2-də var boksit, amma 5-də yoxdur. 1-5 roman dil qrupuna aiddir. Yanlışdır. Sonra A məntəqəsində havanın temperaturu, burada iyi olacaq. A məntəqəsində havanın temperaturu -3 dərəcə, B-də 9 dərəcə olarsa hündürlüyü tapın. Baxın, fərqi tapacam arasındakı. 9 çıxılsın -3, 70 olacaq -12 dərəcə. -12-mizdə bilirsiniz ki, 2000 metrdir. Yəni, hər 6 dərəcə üçün 1000 metrdirsə, 12 dərəcə üçün x-dir. 12 dərəcəmiz olacaq 2000 metr. 24-cü sualda qidalanmasında yeraltı suların üstünlük təşkil etdiyi çayları müəyyən edin. Yeraltı suların üstünlük təşkil etdiyi çaylar təbii ki 2 Tərtər çay, Arat çay və Həkərə çay olacaq. Qara metallurgiyada istifadə edilən faydalı qazıntılar və onların düzgün verildiyi sıranı müəyyən edin. Dəmir filizi deyir, yayılıb əsasən Ural, Skandinaviya, Appalaç dağları. Bir doğrudur. Mis deyir, Ant dağları Mərkəzi Afrikada. Mis qara metallurgiya deyil. Qalay qara metallurgiya deyil. Daş kömür Şərqi Avropa, Orta Sibir yaylasında müşahidə olunur. Doğrudur. 5-də isə Böyük Çin düzənliyi Şimali Avstraliya olmuş olar. Yanlış fikirdir. Boksit qara metallurgiya deyil. 1-4 doğrudur. Mezozoy erasına aid olan xüsusiyyətlər. Bu erada yaranan dağlara qədim Avrasiya qurusuna aid olan materiklərdə rast gəlinir. Düz deyir, Avrasiya və Şimali Amerikada rast gəlinir. Pantalas okeanı transqresiya və reqresiyaya məruz qalıb. Bu yanlış fikirdir.
O paleozoidur. Müasir materiklər formalaşıb, doğrudur. Bu yerəyə məxsus olan suxurlar Azərbaycan dağlıq ərazilərində rast gəlinir, bəli, Trias Yura. Bu yerədə yaranan dağlar qeyri-filiz faydalı qazıntılarından yangındır, yanlışdır. 1-3-4 doğrudur. Böyük Çin düzənliyi, Turan ovalığı, Qərbi Sibir ovalığı. Əhalinin sıxlığı yüksəkdir. Təbii ki, böyük Çin düzənliyi olmuş olacaq. Ərazisindən axan çaylar buzlaq suları ilə qidalanırlar. Bu aid olmuş olacaq Turan ovalığında. Amudərya, Sırdəryanı nəzərdə tutulur. Dünyanın ən böyük bataqlığı burada yerləşir. Qərbi Sibir ovalığında Vas-Yuqan bataqlığı. Dünyanın ən böyük çəltikçilik regionlarındandır böyük Çin düzənliyi. Buxarlama, buxarlama qarşısında fərq çoxdur. Təbii ki, Turan ovalığı olmuş olacaq. İstər az. Bir yerin Günəş ətrafında orbit xətti üzrə hərəkəti zamanı onun səthi qeyri-bərabər işıqlanır. Günəş şüalarının düşmə bucağı yeniliklər üzrə fərqli olduğundan yer səthində fərqliliklər də yaranır. Bu fərqliləri müəyyən etmək üçün yer səthində işıqlanma qurşaqları ayrılır. Yay gündönümü günündə Günəş şüaları şimal məntəqəsi yarımkürəsində yerləşən A məntəqəsinə 47 dərəcə, B məntəqəsinə 23,5 dərəcə ilə düşür. A məntəqəsi həmçinin işıqlanma qurşağının sərhəddində yerləşmiş olacaq. Baxıram. Sualları. Qeyd olunub ki, A məntəqəsinin yerləşdiyi coğrafi enliyi tapın. A məntəqəsinin yerləşdiyi coğrafi enliyi 66,5 dərəcə şimal enliyidir təbii ki. B məntəqəsinin yerləşdiyi coğrafi enlik. Baxıram, B məntəqəsi A məntəqəsinə 23,5 dərəcə bucaq altında düşürsə, bu da 90 şimal enliyi olmuş olacaq yay gündüzündə. A və B məntəqəsinin ən qısa məsafə 90-dan çıxacam 66,5-ə, gecə 23,5, vuracam 111-ə, 60 olacaq 2608 kilometr. Mətnə əsasən A və B məntəqələrində işıqlanma qurşağını, bu olacaq şimal qütb işıqlanma qurşağı, işıqlanma qurşağının keçdiyi materiklər Avrasiya və Şimali Amerika, ona aid olan xüsusiyyətlər. Təbii ki, ona aid olan xüsusiyyətləri necə tapmaq olar? Deyərik ki, biz burada qütb gecə gündüzləri müşahidə olunur, yüksək atmosfer təzyiq olur, enən hava olur bu formada. Müəyyən edilmiş işıqlanma qurşağında yerləşən ada, dəniz, ölkələri müəyyən edib cədvəldə yazın. İşıqlanma qurşağında, bu işıqlanma qurşağında yerləşən ada, məsələn, Qrenlandiya adası olar, nə bilim, Spitsbergen adası olar, Novaya Zemlya olar və s. Dənizdə yenə də Barents dənizi, Bering dənizi, Baffin dənizi o formada. Ölkə isə Norveç, İsveç, Finlandiya, Rusiya kimi ölkələrdir. Bu formada. Çox sağ olun. Gələn video izahlarımızda görüşmək ümidi ilə.